Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi, son tarixi mənbələr təbliğata qarşı. Layihə rəhbəri Xalid Ələkbərov. Müsahibimiz Miraslan Bəkirli Məcnunoğlu 17 mart 1955-ci ildə doğulub. Ermənistan SSR-nin Kalino rayonunun Cücəkənd kəndində. Müsahibənin götürülmə tarixi 9 yanvar 2026-cı il Bakı şəhəri Alyalina şirkətində Azərbaycan Respublikası müsahibəni götürüb Ayda Xudaverdiyeva. Miraslan müəllim, xoş gəldiniz. Xoş gördük sizi. Miraslan müəllim, sizi istəyirik ki, xahiş edirəm biraz özünüz barədə qısa bir məlumat verəsiniz. Əvvəllə sizi salamlayıram. Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan hər bir adama qışda uğurlar arzu edirəm. Və canını fəda eləmiş şəhidlərimizə, şəhidlərimizin ruhu qarşısında, onların valideynləri qarşısında olan şəhid. Qərbi Azərbaycanda o vaxt Ermənistan SSR adlanan ərazidə, qabaqlar bizim ərazi Borçalı olubdu, dağ Borçalı. Sonradan Sovet hökuməti yaranan vaxtlarda o ərazini birləşdiriblər Ermənistana. Cücəkənd kəndindən doğmuşam. 55-ci ilin mart ayının 17-sində bizim kəndin adı, biz orada yaşayan vaxtlar o köçkünlük dövründə Qızıl Şəfəq idi və ondan qabaq Cücəkənd olub. Bu kəndin adını da dəyişmək istəyirlər, erməniləşdirmək istəyirlər. Kademir Arşalos qoymaq istəyirlər, amma cəmaatın təpkisindən bunu eləmirlər. Ərazimiz dağlıq yeridir, alıb çəmənlikləri olan yeridir. Heyvandarlıqla adamlar məşğul olurdular. Və sözün əsl mənasında şad və xürrəm yaşayırlar. Düzdür, müəyyən zamanlarda bütün dünya xalqlarında, dünya bölgələrində olduğu kimi çətinliklər olurdu. Amma Sovet dönəminin 50-60-cı illərdən sonra yenicə Allah sənə şükür demişdik, bu 88 il hadisələri başladı. Bölgənin cəmaatın dolanmasında, yaşamasında əsas məsələlərdən biri Borçalının köç yol üstündə olurdu. Yəni bizim cəmaatın özü də o kətdə yaşaya-yaşaya kətdən biraz aralıq dağlara götürürlər. Yəni heyvandarlıqla məşğul olan hər bir bölgənin adamları bilirlər ki, yəni mənsi götürmək üçün, yağ pendir götürmək üçün, biraz qazanc eləmək üçün nisbətən yuxarı ot olan sahələrə qalxırlar. Və bu baxımdan o güllü çiçəkli sahələrin istər-istəməz adamın gözdən qabağına gəlir o gözəlliklər. Bax, bizim itirdiyimiz o gözəlliklər oldu. Hələlik deyiləm itirdiyimizə. Çünki zamanın vaxtını demək olmaz, qabaqçadan heç nəyə proqnoz eləmək mümkün olmadığı kimi. Oraya bizim dönəcəyimiz də qabaqçadan proqnoz eləmək çətindir. Amma insanların içində istək olanda Allah Taala istəyini çatdırır. Miraslan müəllim, uşaqlığınız haqqında nə danışa bilərsiniz? İnsan övladının yaşad olanda da, cavan olan vaxtları da, biraz ahıllaşanda daha çox uşaqlıq xatirləri ondan ötürü gözəl bir nağıl olur. Gözəl bir film olur. Uşaq vaxtı biz nətər o cizgi filmlərdən, multiplikasiya filmi deyirik də, onlara nətər həvəslə, diqqətlə baxırdıq. İndi o, belə deyək də, adi bir şey olurdu. Amma biz körpü olanda, uşaq olanda, onlara bir dünya kimi baxırdıq. Yəni bir nağıl dünyası kimi, bir sehirli bir aləm kimi baxırdıq. Bax, indi bu yaşda uşaqlığa baxanda həmin o sehirli aləmi rəngarəng gözəlliyi görürsən. Uşaqlığımız Qərbi Azərbaycanın bütün bölgələrində olduğu kimi uşaq vaxtından hər birimizin qarşımızda özümüzü dərk edən o sonra əsas məqsədimiz təhsil almaq olur ki, yəni ali təhsil ala bilək. Bu uşaqlığımızda həm biraz məsuliyyət, həm də biraz qorxu, həm də biraz belə deyək də ənənəliyə sadiq qalmaq ki, mən də oxuyacam, mən də həkim olacam, mən də müəllim olacam və yaxud hüquq işçi olacaq. Yəni, hər kəsin qarşısına qoyduğu bu məqsədidir. Amma uşaqlığın gözəlliyi elə kətdə oyunlar olurdu. Və çox təəssüflər olsun ki, o kənd dağılandan sonra, o kəndlərimiz dağılandan sonra, bizim kəndin timsalında mən Qərbi Azərbaycanın bütün itirilən kəndlərinə deyirəm ki, məsələn, mənim uşaq vaxtı yadıma düşür, qış vaxtı vicdiyan deyirdik, belə fıradırdıq buzun üstündən, sonra qabçı ilə vururduq, durduzdurur belə fıranı, kimisi çox fıranısı da o odur. Türkməyimiz var idi bizim. O Sovet dövrünün ayaqqabıları var idi, çəkmələrin altını biz yandırırdıq ki, biraz yaxşı sürüşsə geçsin. O dişçikləri təmizləyirdik ki, biraz sürətlə sürüşədilər. O dana oynuyorduk daşla, nə bilim, qayış götürdü oyunumuz var idi. Futbolla ki, həmişə futbol olub da belə. Məsələn, mənim uşaqlığım mən çox çayın üstündə keçirdim. Balıq tutmağı çox bəyənirdim mən. Əllə balıq tutardım onu, müxtəlif üsullarla. Şivə qururduq, çumbuzla kəsirdik qabağını, turf qururduq və s. və s. Amma gözəl də balıq var. Çaylarınızda, eləmi?
O vaxtlar, məsələn, biz canar balığa deyirdik, biraz sarı bığılı balıqdır. Onlar rusaq deyirlər. Sonra qara balıq deyirdik biz. Qızıl balıq olurdu. Sonradan başqa balıq olurdu. Üzrsən, bu Göyçə gölündən gələn balıq idi o, yoxsa? Yox, yox. Bizim dağlar, bizim kənddən biraz arada Beyli zirvəsi var. Orada dipsiz göl deyirlər. Dibi bilinməyən bir göldür. Məsələn, oradan otu buraxırlar, gedib başqa çaylardan çıxırlar. Çox qəribə bir təbiətin sirridir bu. Və ərazilər, yəni dağlardan başlayır. Təbii ki, balıq altdan yuxarı gəlir. Hardan gəldiyi, yəni mənsəblərindən hardansa yuxarı qalxır. O qədər qızıl balıq tutmuşam. Biz qırmızı xallı balığa biz qızıl balıq deyirdik. Uşaqlıq dövründə bizim üçün ən gözəl əyləncə bir Novruz bayramı idi. Bir də toylar idi. Bayramları hamısı gözəl idi təbii ki. Amma Novruz bayramının xüsusi yeri var idi. O qapılar gəzmək, sonra qapı pusmaq, sonra bir yerə yığılıb oynamaq, musiqiyə qulaq asmaq və s. və s. Yəni bizim dediyimiz, gördüyümüz indişə zamanda nə varsa, biraz da üstə gəlməklə biz kəndlərdə onları yaşamışıq. Məsələn, bir evə yığışardıq 5-6 nəfər, 10 nəfər, cavan oğlan, yaxud uşaqlar. Tutaq şərəyə bir 5 manat, 10 manat, 15 manat qoyurdu ki, bazarlıq elədik, təmtaraqla yeyib içəydik, qapı pusmaq, gəzmək, nə bilim, qonaq getmək. Sizdə də baca-baca var idi. Baca-bacası olar mı elə? Yəni, o Novruz bayramının bütün atributları Pilusla bizim yerlərdə var idi. Yəni, bizim ərazilər biraz dəmir yoldan kənarda olduğuna görə, biraz yollarda qıraqda olduğuna görə insanlar həm saf idilər, həm də o qədim adət-ənənələri saxlayırdılar. O ən çox toylarda özünü göstərirdi. Özə bizə 3 gündən aşağı toy olmazdı. Toy gələrdi, oğlan evinə çalınardı. Sonra atlandırardılar qız evinə. Sonra qız evində şax gələrdi, orada bir gecə qalardı. Yəni o toydan danışmaq üçün bir saat vaxt lazımdır. Doğrudan çox gözəldir. Və mənim ən böyük arzularımdan biri odur ki, təbii ki, bizim ərazimiz Borçalıdır ama məsələn, mən fikirləşmişəm, çox çıxman ki, nə vaxtsa deyiləcək, nə qədər ki, o insanlar yaşayır. Borçalının bir toyu. Bütün filmlərdən gözəl olacaq bu. Çünki bu insanın yaşantılarıdır. Əsasən filmləri çəkəndə bir senaristə çəkirsən, aktyor oynayır, amma mən elə gəlir ki, cəmaatın özünün ifa elədiyi bu gözəlliyi səsəyə Səmər müəllifi də özləridir, aktyorları da özləridir, musiqiçiləri də özləridir. Və Allah qismət eləsən onu çəkmək, nəyə görə çəkmək lazımdır? Çünki gələcək nəsillər bilsinlər ki, bizim adət-ənənələrimiz, toyumuz nə olur. Günü-gündən azalmaqda bu adət-ənənələr. Düzdür, Borçalıda onların bir hissəsi, xüsusi qurğuların bir hissəsi, yəni tam saxlamışdır. At sürməkdən sürəyindən başlamış, ta ki, o axırıncı toy məqamında sağ-düş tüfəng yatırdı ki, hər şey yaxşıdır. Yəni, ona qədər. O da hamısının onların özünün bir həm həyat, həm də fəlsəfi mənaları var idi. Və orta məktəbi neçənci ildə bitirdiniz? Orta məktəb həyatı da çox maraqlıdır. Bizdə 8 illik məktəb idi, onu qutardıq. Qonşu İlməzli kəndində 2 il oxuduq, orta məktəb orada qutardıq. Orada da yataqxanada qaldıq biraz. Mən düzdür, əmimgildə qaldım, biri də yataqxanada qaldım. Onu da çox maraqlıdır. Amma çox qəribədir. Məsələn, mən indi haradasa 70 yaşım var mənim. Özüm də müəllim də işləmişəm, göndərişdən sonra Cəlilabad rayonunda. Bizim müəllimlərin hamısı, istər 8 illik məktəbdə, istər İlməzli məktəbində bir akademiydi. Sözün əsl mənasında akademiya. Bütün fənlərin hamısını uşaqlara mənimsədirlər. Ki, zəif uşaqlar demirəm da. Elə bir şagird olmazdı ki, məsələn, müəllim ona öz fənnini sevdirib və öyrətməsin. Məsələn, mənim əmim var idi, Hüseyin müəllim. Coğrafiya dərsi keçirdi. Bizim məktəbi qutananları hamısı coğrafiyanı bilməli idi. Özəlində, məsələn, indi biraz qadağa qoyurlar, döymürlər. Dərsi bilməyə bilərdin sən, canı olub, döyərdin sən. Və bizim kəndi qutaran uşaqların böyük əksəriyyəti rus dilində tam sərbəst danışa bilirdi. 8-ci sinif qutarandan sonra. Bu da Avdi müəllimə görə, Avdi Musayevə görə. Avdi müəllim, Avdəmin çox maraqlı adam idi o. Doğrudan sözün əsl mənasında o zaman üçün, yəni Sovet dönemində lazım olan əsas faktorlardan biri rus dilinin öyrənməsi də öyrədədilir. Yəni kəndimiz ziyalı kəndi idi sözün əsl mənasında. İndi bizim kənddə, bizim rayonda 22-23 kənddən ən ziyalı kənd, həm də o kənddən daha çox ziyalıları yetişdirən kənd Düzə kənd oldu. Sonra da Qızılşəhər oldu. Buranı bitirdikdən sonra təhsilinizi harada davam elətdirdiniz? Hamı kimi.
Ali təhsil aldım. Universitetin Geologiya fakültəsini qurtardım 77-ci ildə və Cəlilabadda 3 il müəllim işlədim. Heç hara və maçlıq kəndlərində. Sonra Dədəbaba yurdumuza qayıtdım. Mən rayonumuzda Zarya qəzetində əməkdaşlıq elədim ta 88-ci ildə bu hadisələrə qədər. Düzdür, bilhassa mən qonşularınız ermənilər var idi mi? Qonşu münasibətləriniz, ermənilərlə qonşuluq əlaqələriniz var idi? Təbii var idi. Təbii var. Sizə bir maraqlı bir faktı deyim. Atam kənd mədəniyyət evinin direktoru idi. Anam da mağazada işləyirdi. Vaxtaşırı anamın mağazasını yoxlamağa gəlirdilər. Raypo derində də Ruscaq deyim. Oradan bir nümayəndə gəlirdi yoxlamağa. Bu çökəs əsasən ermənilər olur. Siz münasibət deyirsiniz. Ermənilər günorta çörək yemərlər. Çörək yəndən nənəm gəlirdi, deyirdi ki, onun qablarını qurfarlar, ermənilərlə deyib ona. Ermənin özünün yanında deyirdi. Deyirdi, bunlar deyib ermənilər. Münasibətlərimiz var idi ermənilərlə və biz türklər kimi sözün əsl mənasında Allah adamı kimi, Allaha və Allahın yaratdığı əşrəfət, bəşər əşrəfə insana hörmətlə yanaşmışıq ermənilərdən fərqli olaraq. Amma onların içində, xislətlərində və bunu demək artıqdır ki, onlar kimə nəyə layiq adamlar idi. Amma onlar da çox böyük səhv elədilər. İndi mən söz arası bir şey deyim. O 88-ci il hadisələri Azərbaycan xalqına çox xeyir verdi, nəinki ermənilərə. 88-ci il hadisələrində ermənilər Dağlıq Qarabağı özündə birləşdirməyi, ərazilərini böyütmək istəsələr də, bizim ən böyük içkimiz cavan oğlanlarımızın ölümü oldu. Yəni şəhidlərimiz oldu. Amma qazancımız daha çox oldu. Niyə? Birincisi, Azərbaycan xalqının uzun illər Rus təbliğatında, belə deyək də, Çingiz Aytmatovun dediyi bir söz var idi. Yəni, ağılını başından çıxartmaq, o kökündən azdırmağa çalışmaq. Sözü yadına sala bilmədim mən. Azərbaycan xalqını bu hadisələr özünə qaytardı. Dönüb öz tarixi keçmişinə baxmağı və mənliyinə baxmağa məcbur elədi ermənilər. Soy kökünü. Bəli. İkincisi, Azərbaycan ərazisinin bütün var dövlətinin hamısı müxtəlif yüksək postlarda oturmuş ermənilər tərəfindən idarə olunurdu və qazanc tollara gəlirdi. Bundan da əlləri çıxdı. Amma bu hadisənin törətməsiylə ermənilər bəlkə endişkilərdən dəfələrlə artıq yaşayacaqlar. Həm düşmənçəli toxum səpdilər, həm ərazilərini belə edək də almaq istədiyi ərazi itirdilər, həm də bizi qədər öz cavanlarını itirdilər. Bir ağıllarını başlarına qoy, papaqlarını qabağına qoy, fikirlərsələr, əslində onlar Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətinə, hörmətlə qarşısına baş əminə demək çox sağ olur ki, siz torpaqlarınız hesabına dövlət yaratdıq biz. Amma bunlar tərsən edir, düşmənçəli edirlər. İndi mən onların ağsaqqallarına, onların baş bilənlərinə müraciət edirəm. Deyirəm ki, vermənlər, papağı götürün, qoy qabağıza, fikirləşin. Fikirləşin ki, siz nə qədər səhv eləmişsiniz. Və dünyada heç bir vaxt düşmənçəli edən adama heç vaxt xeyir gələ bilməz. Sizin ata-babalarınız bu ermənilərin hansısa bir təcavüzünə, eliniz, obanız 1905, 1918, 48, 53, 88-də belə bir şeylə rastlaşıblarmı? Və əcdadlarınız bu barədə nəsə deyibdir? Təbii bizim fəlakətlərimizdən biri odur ki, Azərbaycan torpağı, xüsusən İrəvan xanlığı istila olandan sonra, işğal olandan sonra Azərbaycanın faciələri başladı. Mən uzun müddət Azərbaycan televiziyasında Qərbi Azərbaycanla bağlı çox verilişlər aparmışam, yüzlərlə veriliş hazırlamışam. Və orada təkcə bizim kəndi yox, Qərbi Azərbaycanın o mətbuatın, televiziyanın, radionun, əlaqələrin, telefonun az olduğu vaxtlarda kəndimizi yerlə geçən ediblər. Təkcə bizim kənd yox. Bizim kəndimizdə də cəmaat dəfələrlə öz yaşadığı torpaqdan, öz yaşadığı yerdən getməyə məcbur oldular. Bizim kəndimiz nisbətən cavan kənddir. Mənim atamın əmisi bir Qara baba var idi. Qara kişi dəyirlər onu. Çox gözəl hafizəsi vardı. Aşıq Ələskər kimi hafizəsi var idi onun. Yazmaq, oxumaq bilmirdi, amma Quranı bütün onun ayələrini əzbər bilirdi. O, çox nə qədər uzaq görmüş adamsa da, o nəvələrindən birini ev müəllimin oğlu Nazimə demişdi ki, bala, bizim kəndin tarixi haqqında mən deyim, sən yazın. İnsanları ziyallığa baxa.
Bir dənə 12 vərəqli tətrirad yoxdur, dəftərlər. Onun qabağına qoyub yazdım. Dəftəri mən aldım, sonra bizim kənd haqqında mən əsər yazanda ondan istifadə elədim. 70-ci illərində bizim kənd ora gəlib və bu kəndin yeri xarabalıqlar olubdu. Hansı səbəbdən oradan çıxdıqları məlum deyil və çox güman ki, Rus-Türk müharibələrində cəmaət oradan köçüb gedirdi. Və kəndimizin adını da, belə deyək də, arada gəzən söz-söhbətə görə güya ki, bizim cəmaət gələndə, daha doğrusu Qaraqurbanların kənddə ağır gəlib o torpağı alanda baxıblar ki, orada çarpalıqlarda toyuq səsi gəlir. Geliblər ki, dalı cüzəli toyuqdur, deyiblər, hansı kəndə, haranda deyir cüzə olan və dilə cüzə adından, cüzə ki, belə deyil, cəmaatın dediyi bu. Amma əslində bizim alimlərimizin dediklərinə görə cüzə ki, bu Monqol tayfalarının xanlarından birinin, sərkərdərlərindən birinin adından bağlıdır. Bizim kəndimizdə 18-ci ildə, 18-ci il hadisələrində Andranikin Türkiyədən bəri gələn vaxtlarında özü müdafiə dəstələrini düzəldiblər və onlara silahla cavab verdiyini görəndə Andranik öz məzərasına dəyişib, başının məzərasında zada yox, elə deyək də, Hamamlı, Yırğancaq, Borçalı tərəfə yox, Calaloğlu tərəfə gedib, orada ağla gəlməyən qızıl qırğanlar törədir. Amma bizim Qoruş kəndlərindən birində, Qarağalı Qaraysələ kəndində bir dənə hamilə qadının çox başına pis əməllər açmışdılar belə. Çox etdimək adamın ürəyə gəlməyən hansı dəhşirlər eliflər. Amma elə sən deyən böyük qırğanlar olmadı. Cəmaatımız dəfələrlə kənddən çıxırlar. Məsələn, bu Sovet qurulan dönəmdə, belə deyək də, imkanlı adamların, söz keçən adamların tutub apardıqlarına görə həm də cəmaat biraz azlıq olduğuna görə çıxıb Türkiyə qarşı vilayətinə getmişlər. Mən bir 10-15 il bundan qabaq gedməyəm, bizim kəndə cəmaatlarını tapdım orada. Onlar lentin yaddaşına köçürdü. Onların şəcərlərini hazırladım, hansı şəcərlər, hansı nəsildən gediblər. Oralarda çox qəribə bir istək var idi bizim Dədəbağ yurdumuza qarşı. Təsəvvür edin, belə deyək, dağın bu yüzündən bizim kəndimizdən Qarsa köçmüş adamların, övladlarının hamısı bizim kənd haqqında elə danışırdı, elə bir ki, orada yaşayıb, orada doğulurdu. Hətta insanların adlarını, bulaqların, yerlərinin adlarını verirlər. Təbii ki, bu valideynlərin danışıqlarından keçən bir istəkdir, bir belə deyək də, vətən sevgisidir. Və Azərbaycan xalqının ən böyük üstünlüklərindən biri odur ki, bu 44 günlük müharibə də göstərdi. Öz torpağı uğrunda, öz yurdu uğrunda, sözlə yox, sözün rəsmlərisindən candan keçməyə hazır olan bir millətik, bir xalq, bir cəmaat biz. Və zaman gələcək, zaman göstərəcəkdir. Həmən sevgi bizi itirdiklərimizə qaytaracaq. Azərbaycan dövlətinin, Azərbaycan dünyanın elə bir məmləkətidir ki, dünyada elə bir dövlət yoxdur ki, 4-5 sərhədlə öz torpaqlarında sərhəd olsun. Bu ən azınacaqdır. Vyetnamı da olubdur, bunun Almaniyası da olubdur, Koreyası da olub. Amma beləsi olmuyor ki, 4-5 yerə parçalanmış olsun. İndi bizim içimizdə o istək olandan sonra, sizə mən təşəkkürünü bildirirəm ki, hardasa bizim tariximizi araşdırmağa çalışırsınız. Hardasa da bizim itirdiklərimizi işıq tutmaq istəyirsiniz ki, ziyalılarımız, bizim vətəndaşlarımız itirdiklərimizdən nəticə çıxarıqdan Azərbaycanın bütövi uğrunda mübarizə aparsın. Çox sağ olun. Miraslı mən, qonşu deyirsiniz ki, sizin kənddə ermənilər yox idi, qonşuluq münasibəti yox idi. Ətrafınızda, rayonunuzda, siz Kalin rayonundansınız da, mən əminəm ki, rayonun mərkəzində ermənilər var idi və siz özünüz də deyirsiniz ki, qəzət redaktoru, qəzetdə işləmişsiniz və onlarla sizin münasibətlərinizin, onların sizə qarşı münasibətləri, qonşuluq münasibətlərində sizə hansısa bir təhqir edici və təcavüzlərlə və kinayəli baxışlarla nəsə deyirdilərmi? Azərbaycanlılara qarşı onların içində sözün əsl mənasında bir düşmənçilik var idi. Biz istəsək də, istəməsək də bunların içində var. Adi bir şey deyim mən. Mən 4-cü mərtəbədə yaşayırdım. Hamı erməni idi bizdə, bir 2 nəfər ailə Azərbaycanlı idik biz. Yuxarıda da, rayonda, yuxarıda da 3-cü mərtəbədə, aşağıda, yuxarıda 5-ci mərtəbədə də erməni yaşayırdı. Mən uşaqları indi bizim aparıb uşaq bağçasına verəndə, ya qonşuya mən deyirdim ki, məsələ sən get uşaqları götür. O mənə deyirdi ki, mən sabah gələ bilməyəcəm, o da cib telefonu zadı yox idi. Ya ev telefonundan zəng gələydi, də belə deyir, sabah mən olmayacam, uşağı sən götürürsən. 5-ci mərtəbədə yaşayan erməninin uşağı, qız uşağı gəlib deyir ki, mənim özüm şahidiyəm, deyir ki, oğluma deyir ki, Ramil, siz türksüz,
Deyir ki, hə biz türkük deyir. Bu adamı niyə yemirsiniz siz? Uşaq. İndi siz bu adi bir məsələdən nəticə çıxardın. Yəni uşağa bunlar öyrədirlər ki, türk adam yeyəndir və bir xoşda obrazı yaradırlar, bir vəhşi obrazı yaradırlar. Amma bu hadisələr vaxtı, Qarabağ hadisələr vaxtı ən böyük vəhşilər kim elədi? Nə qədər Xozalı kimi hadisələr, bunu türklər mi elədi? Yəni bu baxımdan onlar bizdən tamam fərqlidir. Fikirlərində biridir ki, bu yaxşı adamdırsa da, bu yaxşı kürsə deməli bu türkdür, bu erməni olmalıdır. Və hətta deyirlər ki, sən yaxşı adamsan, hafif türksən. Sizcə bu 88-ci il son deportasiyanın başlanma səbəbi nə oldu? Hamıya aydın olan şeydir başlanma səbəbi. Birinci belə deyildi, o benzinə kibriti çəkən onların böyükləri akademik Amorçumen oldu. Onun Avropada çap elətdiyi qəzetdə Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olmasında tezin orada birləşməsinin tələbini qaldırdılar. O başlanmasının birinci səbəbi buydu ki, Ermənistan ərazisini böyütsünlər. Yəni onların xülyalarında vardı ki, Qafqazda ən böyük dövlət Ermənistan dövləti, Xristiyan dövləti olmalıdır. İkinci səbəb isə onların əldə elədiyi bu dövlətin yeni yaranan bic dövləti, mən həmişə deyirəm bic dövləti bu, sonradan yaranmış Rusun əlindən başqa Amerikanın və Fransanın əlindən yaranmış bir dövləti. Hamı bilir, tarixçilər daha yaxşı deyirlər onu. Bu dövlətin ərazisini genişləndirməkdən başqa həm də monoton bir dövlət yaratmaq istəyirlər ki, ermənilər yaşasın. Və 88-ci ildə buna onlar nail ola bilirlər. Allah Taala təbiəti yaradanda nə qədər dağını, dərəsini, şaxtasını, soyuğunu, istisini, bunun meşəsini, tülürlü düzünü yaradıbsa, insanların cəmiyyətdə də nə qədər müxtəlif insanlar olanda o təbiətin rəng-rəngçiliyi kimidir. Ona görə Allah Taala'dan biz çox bilmirik ki. Amma bir dövləti yarada sonra da ermənilər kimi adamlar bir yerdə qalır. Orada təhsil Azərbaycanlara təcavüz eləmədilər. Kürtlərin, müsəlman Kürtlərin başına əməl açdılar. Ruslar oradan qovdular ki, siz bizə lazım deyilsiniz. Belə pis adlarla çağırırlar Rusları. Onların ərazisində yaşayanların hamısına münasibətləri biz türk olan qədər oldu ki, burada ermənilərin torpağıdır, ermənilər yaşamalıdır. Amma heç kim demədi ki, bura Azərbaycanların torpağıdır, sizə verilmiş torpaqlardır. Zamanın müxtəlif diqqəsindən, kimisə səhvindən, kimisə düzlüyündən bizim torpaqlarımızda yaradılmış yeni bir dövlət. Siz evinizi nə vaxt tərk elədiniz orada? O biraz mənim üçün çox çətin. Bilirsən, mən biraz hissiyatda adamım, biraz romantiklik var, biraz da belə deyək də, soğuqqanlılıq məndə biraz azdır. Məsələn, bizim evimizin tərk elədiyi gündə mən dünyanın bəlkə də ən ağır günlərini yaşamışam, ən ağır anlarını daha doğrusu yaşamışam. Və təsəvvür elə eşdə qar boranı külək əsir, dekabr ayı. Onu da deyim ki, bizim kəndimizdə cəmaət köçüb gedəndən sonra bizim rayonun ərazisi, əhalisi boşalıb çıxıb gedən sonra, türklər oradan çıxandan sonra Moskvadan, İrəvandan və rayonun mərkəzi komitənin işçiləri yığılıb gəldilər ki, bəs hara gedirsiniz, getmir, olmaz belə şey. Bizim mədəniyyət evində bir iclas keçirdilər. Bütün kəndin, belə deyək də, aktivlərini də ora çağırdılar. Cəmaatın böyük hissəsi getmiş, amma mən orduydum. Mən 88-ci ildə köçüb Sumqayıta gəldim, amma cəmaatımıza kömək eləmək üçün, ölüm itimi olmamaq üçün, onlara arxa durmaq üçün mən bir ziyalı kimi belə deyək də, həm də ailənin böyük oğluydum mən. Orada olmalıydım ki, mən bacı qardaşlarımı, ata-anamı sağ-salama çıxardım. Düz mən öz ailəmi çıxartmışdım. Və o, belə deyək də, bizim ev əşyalarını daşımaq üçün maşın zad lazım oldu. Gürcistandan sağ olsun, bunlar təmənnası bizə kömək edilər, gətirdilər. Bax, o ərəfədə, kənddə iclas keçiriləndə mərkəzi komitənin işçiləri belə çox pofos şəkildə Rusiya beynəlminəl bir ölkədir, burada müxtəlif xalqlar yaşayır. Komünist Partiyasının üzvləri. Bəli, bəli. Birinin də familiyası deyəsən Karpenkoydu, Rus sözü gələn. Belə çox pofoslu sözlər, hərbçilər də var idi. Olmaz belə yaşaq bir yerdə bir Sovet ailəsinin üzvləri ilə kəndin cəmaatı da artıq itirdiklərini itiriblər. Bundan sonra onları neynəyəsinlər? Mənim üçün qiymətli olan ən şey mənim doğma yurdumdur. Ondan məni qovursanızlar, bundan sonra mən kimdən və nədən qorxmalıyam? Və cəmaat etiraz elədi. Məsələn, Hüseyin müəllimin dediyi mənim yadımdadır ki, öyle belə biraz təhqirami şəkildə dedi ki, belə Silva Kapuktiyan filan kəsmi, zorbalayan filan kəsmi, siz o muşaq deyirsiniz. Güya muşaq qorxudu bizi çıxmış. Amma bu hadisələr onu göstərir ki, birbaşa Rusiyanın
Moskvanın əlinlə cəmaatın buradan köçürülməsində rəhbərlik olubdur və özləri buna şərait yaradıblar. Xüsusən Qarbaçov və Raisa. Ermənilərə və ruslara, gürcülərə münasibətləri necə idi? Mənim Siz ora çünki həm Gürcüstana yaxın idiniz, həm də orada ruslar deyirdiniz, yaşayırdı, Malakanlar da yaşayıb. Sizin rayonda mən bilirəm. bizim rayonda və qonşu bizim yaşadığımız əməkdə təkcə ruslar yox, Malakanlar, ruslar, Yunanlar, Kürdlər, Gürcülər, bəli təbii ki, ermənilər, yəni 7-8 Ukraynlar, az. Onların münasibət tamam fərqli idi, tamam fərqli idi erməniləri. Bir ali irq var, bir gözəl irq var, bir gözəl insan var, o da ermənidir. Bunların psixologiyasında belədir. Bayaq dedim, deyir ki, yaxşı oğlansan, hafif ki, ermənisən. Mən də zarafatla dedim ki, mən deyir ki, yaxşı oğlansan, hafif ki, türksən, mən deyir, türkün pisi mənəm. Onları yandırmaq üçün. Belə deyəndə mən nə deməliyəm? Bəs o sizlər indi köç elədiniz, bəs onlar orada qaldı mı? Axı, onlar da köç elədi. Qalmadı. Böyük əksəriyyətə çıxıb gedə bilirsiniz. Müharibə olan bölgələrdə hər kəs öz ailəsini qoyur. Məsələn, tutaq ki, Azərbaycan. Azərbaycanda olan Azərbaycanlar Azərbaycanda qalmaq istəyirlər və vuruşurlar da. Yaxşı, Ruslan nə düşüb ki, Ermənistanda Azərbaycanda qalıb öz ailəsinin güllənin qabağına qoyur. Ona görə də Rusların böyük köşkləri oldu. Həm Ermənistanın, həm də Azərbaycanın özünün də gedən oldu. Axı, burada müharibə olur. Gədəbəy, məsələn, İvanovka kəndə mən getmişdim, müharibə vaxtı. Oranı çəkirdim mən. Azərbaycanlarla bir yerdə, bir damın altında yaşamış, bir-birinə qaynayıb qarışmışdılar. Həm də qohumluqlardı, qız alıb qız da vermişlər. Amma Ruslar orada qalmadılar. Çünki ermənilər atırdılar orada. Həmin şey Ermənistanda da. Məsələn, bizimkilər demirdilər ki, amma ermənilər deyirlər, getin cəhənnəm olun, bu da ermənilərindir, bu ermənin torpağıdır bura. Bugünə qədər bölgədə erməni təşkilatı haqqında nəsə eşitmisinizmi? Erməni təşkilatları haqqında nəsə eşitmisinizmi? Erməni təşkilatları haqqında belə deyək, Sovet dönəmində biz başqa şeylər, Sovet təbliğatından, Sovet qanunlarından, Sovetin qoyduğu qayda qanunlarla və Komünist Partiyasının qoyduğu yolla getməyə məcbur olduğumuzda biz nə tariximizi öyrənə bildik, nə də qonşunun biz elədiyi münasibətləri öyrənə bildik. Mən sonralar televiziyada işləyəndə, sonra qəzetdə işləyəndə, o mənbələri götürəndə əlim ayağım yerdən üzülürdü məni. Sizə bir məsələ deyim, bizim Soyuqbalar kəndi var, qonşu kəndimizdir. Orada dağlarda müəllimlər gedib, belə deyək də, gəzməyə qalxanda, yeyib içməyə gedəndə, qayalarda, daşların üstündə qayaüstü rəsimləri götürmüşdür və o rəsimləri retuş edib şəkillərini çəkmişdilər. Sonra o şəkilləri mən bura göndərdim. Azərbaycanda o vaxt Odlar Yurdu qəzeti çıxırdı ona, bir də Uluz jurnalına göndərdik və orada bunların Orxon Yenisi və Gəmi Qayaya qoxum olan bir qayaqüstü rəsm olduğunu göstərmişdi. Təsəvvür edin, çap olunan 2-3 gün sonra jurnal bizə gəlməz, bizim redaktor mənə çağırır, sən zadda nə yazın çıxıbdı. Dedim, nə olur ki, və sən yazmışam ki, Soyuqbalar qayaqüstü rəsmləri Qobustanla, Gəmi Qaya ilə Orxon Yenisi qoxum. Dedim, yalandır. Onu mən demirəm, rəsmlər deyil bunu. Yəni, bunlar hər şeyi alverciyə verirdilər ki, tək ermənilərin xeyrinə olsun, nə olsa da. Amma tarix tarixlığına qalır. Ermənilər 100 ildə, 50 ildə, 200 ildə yalan danışa bilirlər. Amma gerçəlik tez yer ortalıqda çıxandır. Yəni, onların erməni təşkilatları haqqında heç bir... Erməni təşkilatları haqqında sonra da bildik ki, onlarda Asal olubdur, sonra Daşanqçın Partiyası olubdur. Amma onların fəaliyyətləri haqqında... Yox, təbii ki, Sovet dönəmində onu biz əldə edə bilməkdik. Az çox, məsələn, Daşanqçın Partiyası haqqında məlumatımız var idi. Siz öz evinizi dəyişdinizmi, yoxsa orada qaldı eviniz? Onu necə mübadilə elədinizmi, satdınızmı? Mən rayon mərkəzində yaşadığıma görə biraz, belə deyək də, rayon mərkəzində yaşamaq nisbətən qorxuluydu. Bizim rayonda, hətta ilk ölüm də rayonun mərkəzində oldu. Mitingdə olan ermənilər çıxıb Azərbaycanlar yaşayan məhəlləyə getdilər və orada gəlini hamilə olan bir ağsaqqal kişi çıxıb getməmişdi və böyük kütlənin onların evinə gəldiyini görəndə silahla qabağına çıxmışdı ki, güya ki, gəlini qoruya biləcək. Şimdi daşqalaq edib öldürdülər. Və ona görə rayonda yaşamaq qorxuluydu. Mən nisbətən tez gəldim. 89-cu ildə evimi dəyişdim, amma pulla dəyişdim da belədir. Yerdə qalanlar necə? Həmən Sumqayıta gəldim. Belə deyək də, bizim kəndin cəmatı 89-cu ildə gəldiyinə görə Bakı ilə rayonun başqa rayonlarla evə dəyişə bilirlər.
Amma mən tez gəldiyimə görə pulu verib erməni çıxartma onun yerinə gəldim da belə. Sizin oradakı eviniz daha yaxşıdır, buradakı evinizin. Sizcə hansı yaxın? Ata, baba evinin gözəlliyini. Hansı ayda, hansı gün idi? Yadınızdadır, nə vaxt tərk elədiniz? Ay, gün idi. Və onu danışmaq istəyirdim mən. Bizim deməli, evin içində bir dənə kömür peçi var idi. Dəmirdən, kərkdən düzəltmişdi, qara dəmir çəkilmişdi. Evləri hamısını müstədirdi. Təsəvvür edin, cəmaat köçüb gedir, amma peç yanırdı. O sobamız yanırdı. O sobanın həmişə də içində, indi qonaqlar zat gələndə, məsələn, evlərin bazılarından çıxıb getmişdi, boşdur. Bizim ev içində olduğuna görə çörək zat gəlib bizim evdə yeyirdilər. Həm də evim kəndin mərkəzində idi bizim ev. O təsəvvür elə, indi mən çıxıb gedirəm, evim deşib yüşürəmişəm, əşyaların hamısını başına yüşürəmişim. Evdən ayrıla bilmirəm, çıxa bilmirəm, bağırım saxlayır. İnan Allah, özümü peçə sökədim, insanla danışır kimi bu soğu ilə danışdım mən. Ki, yəni bizdə günah yoxdur. Biz sizi qoyub gedirik. Rəslam mənim bilirsiniz, orada bir, həmişə mən onu deyirəm, orada bir itimiz var idi. O itin təsəvvürsün ulusu bizim arxamızca uladığı dış qulağından getmiş. Çox elə hadisələr var. Siz peçə nə dediniz? Vallahi heç zat elə deyir, sadəcə olaraq istədiyini, bərəkətini bizə halal edin. Bizi sizi qoyub getməkdə, səni qoyub getməkdə, ay gözəl sobanız, ay gözəl eviniz, bizdə günah yoxdur. Yəni zaman belə göstərdik, biz buradan çıxıb getmək məcburiyyətində qalıb. İnsanla elə bir babamla, atamla, qardaşımla danışıqdım elə bir. Rəslam müəllim, yanvar, fevral aylarında burada nə baş verdi? Siz fevral ayının, demək 1908-ci ilin dekabr ayında evinizi tərk elədinizsə deyirsiniz. O müddət ərzində orada bəs nələr baş verirdi? Hamının gördüyü, hamının yaşadığı, hamının bu haqsızlıqları yaşadığını mən də yaşadım. Aprel-mart aylarında? Yox. Sumqayıt hadisələri olandan sonra, bu adi məsələ Sumqayıt hadisələrini ermənilərin özləri eləmişdilər. Yəni bu da Moskvada idarə olan bir şeydir. Sən tarixə sonradan baxırsan, gerçəkliyi sonralar bilirsən belə hadisələrin hamısını. Rayon mərkəzində mitinglər başlayan vaxtı bizim cəmaat, təsəvvür elə bax, mənim yoldaşım həkim işləyirdi. Gəlib deyirlər ki, siz Qarabağ təşkilatına pul götürməlisiniz ki, Qarabağ torpağı Azərbaycana birləşsin. Onda yoldaşım qalxıb demişdi ki, Qarabağ torpağı heç vaxt ermənilərin 15-nə də mən oraya pul götürmür. Yəni, bunu deməyə də ürək lazımdır. O vaxtdan o qorxmurdu, sözün əslimiyyətindən qorxmurdu. Və Moskvada keçirilən müşavirə oldu. Komünist Partiyasının iclaslarının birində dedilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Bütün nə qədər Azərbaycanın zatda kətləri var idi. Motosikletdən tutmuş, yüngül maşından başlamış, traktordan belə, yük maşınlarına qədər hamısının üstünə plakat yazıb yapışdırdılar ki, öyle rayonun içine de sürüp getdilər. Bu artıq mitingin az olan vaxtlarıdır ki, bax, gördünüz Qarabağ Azərbaycanın və Azərbaycanın da olacaqdır. Yəni bizim içimizdə Azərbaycana olan, Azərbaycanın Dağlıq Qarabağ problemi olan münasibət bəlkə də Azərbaycanda yaşayanlardan daha çoxdur. Çünki biz erməninin içində yaşayacaq, o təsiri biz daha çox çəkirdik. Siz kənd olaraq kollektiv şəkildə, toplu şəkildə bir yerə düşdünüz, yoxsa ayrı-ayrı yerlərə? Yeganə kənddir ki, Qərbi Azərbaycandan gələn kənd, Şamaxının Kərkəz kəndinə gəlib, böyük yaşlar, hamısı yox, böyük yaşlara gəlib. Yəni bir yerə kompakt? Bəli, bir qalmır, yeganə kənddir də, bütün Qərbi Azərbaycandan gələn. İndi apsatçanlar dağılışıb qalmır buradan, amma hər halda biz bunu eləyə bildik. Mövlud Süleymanlı ilə sonra Əflatın adlı mənlə bir sinifdə oxuyan oğlan var idi. Bu köç vaxtı bizim kənd orada qaldığına görə biz qapı-qapı rayonların hamısını gəzirdik ki, gələk kəndə dəyişə bilək. Bax, sizə bir hadisəni deyim. Çaykənd var idi, Gəncə yaxınlarında. Xanlar rayonu deyil, indiki Göygöl rayonu. Biz gəldik, deməli, Mövluddur, mənəm, bir də Əflatundur. Gəldik, gedib Çaykəndə danışaq, bir hissəsi, o böyük kənd idi, bizim bir cəmat gəlsin, bu cəmat da geçsin oraya. Getdik, əl avtomatda Ruslar var orada. Belə şkaf kimi adamlar da belə geçər. Salam, dedik, biz kəndə getmək istəyirik. Bana kto buyurdu, dedik ki, biz Azərbaycanlıyıq. Olmaz dedi sonra getmək. Dedik ki, biz
Qərbi Azərbaycanda da o vaxt Ermənistan deyildik. Ermənistanda yaşamışıq və kəndimiz bizim çox yoxdur. Bu kəndlə dəyişə bilər. Oraya getmək olmaz. Sonra Mövlud Süleymanlı da mən də bizim yazıcı biletlərini çıxardıq. SSR Yazıçılar İttifaqını, SSR Jurnalistlər üzvü idim mən. Aldı, baxdı, onlarda ümumiyyətlə zada ziyalıya çox böyük hörmət var. İnan Allaha bax, belə şey dedi ki, siz buyur, siz vəsiyyəti yürüyücü. Belə Rusçaq dedi ki, siz müqəddəs adamsınız, amma sizi buraxmayacaq. Çünki bizim qanunumuz qanundur. Bir kəndə siz ora geçsəniz, orada bəzi adam hadisələr olurdu, sizi öldürə də bilərlər. Amma dəyişmək istəyirsinizsə də bu mümkün deyil. Siz yalnız Moskvadan cəza ala bilərsiniz. Sonra biz başqa rayonlara gəldik. Məsələn, indi adını deməyəcəm hansı rayonlarda. Rayonların bəzilərində birinci katiblər bizi ilə qarşıladı ki, elə biz düşmən gəlmişik. Əgər belə dava salarsın, nə bilməm. Amma İsmaili rayonunda, bilmirəm onda katib kim idi 89-cu ildə. Bizə dedi ki, gedin İsmailinin hansı kəndini istəyirsiniz, istər erməni kəndi olsun, istər boş qalmış yer olsun, sizə qurbandır buralar. Gedin, özünü seçin, gəlin yaşayın. Raslan müəllim, bir şeydir. Bəs bu Sumqayıt hadisələrindən öncə nə baş verirdi ki, buradan belə, birdən belə hücum çəkdilər, birdən belə Azərbaycanlıların oradan çıxarılmasına baş verirdi. Sumqayıt hadisəsindən öncəki hadisələr nə idi? Sumqayıt hadisəsindən öncəki hadisələr onların hazırlıq mərhələsi idi. Zorbalayanlar, silə qapılayanlar işlərini görürlər. Yalnız Moskvin razılaşandan sonra, xüsusən Raisi ilə razılaşandan sonra, Raisa Qarbaçovla, bunlar fəaliyyətə başladılar. Yəni, bu, yenə deyirəm də, bu tarixçilərin işidir, həm də bunun haqqında çox danışılıbdır. Bu, Rusiyanın, Moskvanın hazırladığı ssenarinin tərkib hissələrindən biri idi. Və bu, həm də SSR-in dağılması üçün atılan ilk adımlardan biri idi. SSR tarixində elə bir şey olmamışdı ki, böyük meydanda, Ploşa deyirlər, nə deyirlər? Hə, ora, Sovet dönemində elə təhdidlər olmamışdı, elə inqilab olmamışdı, elə toplantı olmamışdı, elə nümayiş olmamışdı. Amma Sovet dönemində olması bu artıq hər şey deyil. Ki, yəni bu artıq yuxarına razılaşılmış şeydir. Əgər biz eləsəydik, başqa respublikanın adamları eləsəydi, nətər apreldə Gürcistanı güllə baran elədilər, nətər 20 yanvarda Azərbaycanı güllə baran elədilər, elə də əslində İrəvanda güllə baranı eləməli idilər. Deməli, üzərin tərkib hissəsidir, planlarının bir hissəsidir bu. Sizin kənddən insanlara təcavüz edən, ölən, itən, yaralanan bir hallar olmuş? Yox. Bizim kəndimiz o hadisələr vaxtında qardaşımı görələni ki, getdiyin sən posta duracaqsan. Mən yerində kətdə oldum mən bütün vaxtlarda. Düz ailəmi gətirmişdim çünki mən burada dura bilməzdim mən. Silahı verdi ki, get bəlkə buradan erməni gəl atasın. Dedəm, bu nətər açılır. Amma yenə deyirəm, hər adam ev başı bölmüşdü ki, hansı tərəfdə postlarda durmalıydı. Amma heç nə eləmədilər, bizə gəlmədilər bizim üstümüzə. Niyə? Dəfələrlə, o bizim kətdən dəfələrlə böyük olan Şahnəzər kəndi var idi. Ermənistanın ən böyük kəndi idi. Adamlar göndərmişlər bizə ki, bax bizlə işiniz olmasın, ha. Bizdən 10 dəfə, 15 dəfə böyük olan kənd bilirdilər Türkün gücünü. Bizim kəndə elə bilirdilər ki, Amasyadan, sonra Stepanovan deyək, Cəlaloğludan gələn köçün hamısı bizim kənddən gezirdi. Bəzən yekə maşınlar gəlirdi. Bunlar elə bilirdilər, silah gətirir. Demir ki, almalı, bədbəxtçanlar Gürcistan ərəsindən çıxıb getmək üçün bu ərazidən gəlirlər. Yəni, bizim cəmaata Gürcistana biz sərhəd olduğumuza görə, sökəndiyimiz yer Gürcistan, bu Yırğancaq kəndi, Bakı rayonu olduğuna görə bizə heç nə eləmədilər, öyle bitim olmadı. Amma 2 nəfər qadın, Dəmirçiyeva, nəzarətli də Dəmirçiyeva, Urquya, bunlar həkimə aparmadıqlarına görə sizə dünyalarını dəyişdilər. Yəni, düz onlara güllə atmadılar, amma təkmə çatmadığına görə yaşlı insanlar idi onlar. Elə o ərəfələrdə 89-cu ildə, bir də 88-ci ildə vəfat elədi. Rəssam müəllim, oraya qayıtmaq istəyirsiniz? Mən həmişə qayıdıram, mən oradayam belə. Yuxularımla oradayam, məsələlərimlə oradayam, verilişlərimlə oradayam. Azərbaycan Dövlət Televiziyasında, ümumiyyətlə Azərbaycan Televiziya məkanında elə bir kənd yoxdur, mənim kəndim qədər ifrə getmiş olsun. Yəni, mənim kəndə, mənim o torpaq olan istəyim budur. 2 dəfə mən boğazıma kəfəni keçirib gedib kəndi çəkib gətirmişdim oradan. Ermənilərə də danışdırmışdım. İndi o böyük tarixdə həm ağırlıdır mənim üçün, həm də şərəfli bir tarixdir. Mən niyə getdim güllənin qabağına?
Mən bilirdim ki, mən geçsin, mən tutub İrəvana aparacaqlar. Mən söhbət oldu. Təbii ki, burada qohumlarına dedim ki, yuxarı yerdə işləyən adamlar var, ben ona tapşırmışdım ki, erməni tuta bilsəniz, buraxmayın, mən gələnə qədər. Məni bəlkə orada tutdular, saxladılar, heç olmasa məni dəyişə biləcək. Mən bilirdim, tutsalar, mən orada var, əzab verəcəklər, işgəncə verəcəklər, nəsə öyrənməyə çalışacaqlar, bəlkə də öldürəcəklər. Amma o kəndə olan istəyim, həm də erməniyə sübut eləmək lazım idi ki, sən mənim ərazim dediyi Ermənistanda cəmaat yaşamır, evlər xaraba çəkilir. Elə mən o vaxtda çəkdim, gətirdim, göstərdim. Sən dediyin məkana biz özümüz istədiyimiz vaxt gedə bilərik. Nə də 44 günlük müharibədə biz bunu sübut elədik. Mən onu 96-cı il eləmişdim artıq. Yəni, ermənilər əgər sən bir toplum kimi xoşbaxt yaşamaq istəyirsənsə, birincisi öz ərazində abadlığı yaratmalısan. Bizim kəndlərin hamısı xaraba qalır. Sənin Dağlıq Qarabağ nəyə qalasın? Kimi yerləşdirəcəksən axı ola? Bunu düşünmürlər ola. Eləcə mənim ərazim olsun, desinlər ki, Ermənistan, Böyük Ermənistan var, nə bilim nədir. Amma Böyük Ermənistan xülyası haqqında ermənilərin özünün tarixçilərinin yazdığı məqalələrdə deyirdi ki, adam bilmirəm familiyası nədir, deyir ki, mən 20 il Ermənistan tarixi ilə məşğul olmuşam və heç vaxt erməni dövləti olmuyurdu. Bu dediyinə görə ermənilərin özləri Asalak təşkilatından öldürmüşlər. Bir neçə nəfəri öldürmüşlər. Yəni, ermənilərin ağırlısı fikirləşir, düşünür ki, bu düşməncələ getmək ermənilərin özləri üçün yaxşıdır. Faciədir. O millət üçün də faciədir. Bu millət üçün də və insanlıq üçün bu faciədir. Qafqaz üçün faciədir bu. Bizim bir şey deyim, onlar hər zaman bizim insanlara deyirdilər ki, siz buranın gəlməzsiniz, burada yaşamayın, gəlməzsiniz, biz yedik, siz gəlməzsiniz. Belə bir şeylər deyir. Onlar həmişə deyirlər, bilirsiniz. Ermənistan deyilən dövlətin, bayaq dedim ki, bu yaranmış bir dövlətdir. Və onların tarixini də məhz Ruslar yazdılar. Rusların özləri Gümrüdə, İrəvan yaxınlığında hərbi hissələri buradan çıxın, gedin deyəndə Ruslar onlara özləri demişlər, sizin tarixinizi də biz yazmışıq. Bu hər şeyi deyirlər. Artıq söz demək lazımdır burada. Bir çox faktlar var. Bilirəm ki, bir çox faktları bilirsiniz. Siz bu işlə neçə illərdə məşğulsunuz. Siz o qədər ürəyiniz, qəlbiniz doludur. Saatlarla söhbət edəsək, söhbətimiz qurtarmaz. Bu videonun yayınlanması üçün, paylanması üçün icazə verirsiniz videonu? Təbii. Azərbaycanın bütövlüyü var. Mən əvvəldə dedim. Azərbaycanın bütövlüyü üçün, Azərbaycanın istədiklərimizi qaytarmaq üçün, Azərbaycanın milli mənəvi dəyərlərini qaytarmaq üçün, Azərbaycanın tarixi abidələrini qaytarmaq üçün nə addım atılırsa da o mənimdir. Nə addım atılırsa o mənəm və mənimdir. Bizim itirdiyimiz, bayaq dedim, biz söhbətin əvvəlində itirdiyimiz ən böyük şey bizim cavanlarımız oldu. Hər şeyi qaytarmaq mümkündür. Bugün bizim abidələrimizin üstünə dərman tökürlər, torpağın altına salıb bastırırlar, üstünə başqa xalq şəkil çıxarırlar, deyirlər, bu erməni tarixidir. Bu, axıra qədər gedən deyil və o abidələrimiz də qaytarmaq olar. Amma cavan olanlarımız qayıtmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun ki, bu adını atırsınız.
Şeydə, belə bir həqiqətən də mən də sizin kimi düşünürəm ki, qayıdacağıq Qərb Azərbaycana. Siz nə düşünürsünüz? Təbii, onu bir düşünməz. Mən həmişə deyirlər, deməli, Dağlıq Qarabağla bağlı verilişlər edir. Xüsusən məsələ, aprel ayında zadı vermişdik, Kəbəcəri, may ayında Şuşanı vermişdik. Bunların hamısının tarixini Ağdam vermişdik vilayənin 20-sində. Hər vaxt o aylarda o zatları eləyirdim, mən verilişlər eləyirdim. Ona mali sonra deyirlər ki, montajlar, sən doğrudan inanırsan Şuşaya qayıdacaq. İnan Allaha, bax, mənim yaşantımdır. Mən deyirdim, əgər biləm ki, Kəlbəcərə Şuşaya qayıtmır, o cümlələrəm mən. Doğrudan o cümlələrəm. Şuşa alınan vaxtda mən Sumqayıtda yaşayırdım. İnan Allaha dərmanla yaşadım mən. Yoldaşım həkim doğru istədim. Bir qurbanım özün uşaqlara görə özün qoruyur. Saçmağı bir, Şuşanı da vermək olardı bu yəni. Ona görə nə bilmə ki, yaşadıq da, çox ağırlarla yaşadıq. Xalidiniz kes bu tərəfdən xanımı çəkinən yeri planda. Təkcə xanım görünsün. Bu tərəfdən mən belə çəkinəm. Arxada butolkadan zaten ehtiyatlı ol, biraz bu tərəfə çəkin. O gül görünsün, amma butolka görünməsin. Siz mənə baxırsınız, tək başladınız, ora baxmırsınız. Başa təsir edirsən, güya ki, mən düz deyirəm, amma aslında hər şey yalan demişim. Yox, gülmə, gülmə. Gülləsiz ad deyir bu. Mövzudur, çünki belə mövzudur ki. Adını çəkmə. Xanımı çəkin. Düşünürəm, gəlsin yaxşı olacaq. Danışma, danışma, mənə baxırsınız, mənə baxırsınız, tərpəlirsiniz belə. Nə haftasa danışmır ki, səssiz oturtdu bura. Demək, mən də Qərb Azərbaycandan Basın Keçərənin Dərə kəndindən mənim də böyük arzum odur ki, mən də o torpaqlara qayıdım. Həmişə deyirəm, mənim atamın 1976-cı ildə gözəl bir qızı rəhmətə gedib, mənim atam da rəhmətə gedib, anam da. Atam Xudaverdiyev Qəzənfər, anam Xudaverdiyev Yetər, bacım Nailə Xudaverdiyev. Onların qəbrinin üstündən torpağa aparım, onları Lalə ilə qovuşdurum. Həm böyük arzum. İnşallah, Allah nəsib eləsin. O da çox sağ olun, gözəl olar. Sağ olun. İndi onu siz mənə atın, mən onu sabahda bir şeydə montaj edib verəcəm sizə.